Salam ChatGPT, necəsən? Salam, mən yaxşıyam. Çox sağ ol. Sən necəsən? Mən də yaxşıyam. Bugündən etibarən sənin adın Jessicadır. Anlaşıldı. Mənə Jessica deyə bilərsən. Başqa nə kömək edə bilərəm? Birinci sualım bugün sənə bu olacaq. Türk dilində olub, fars dilində olmayan hansı sözcüklər, yəni hərflər vardır? Türk dilində olub, fars dilində olmayan bəzi hərflər var. Məsələn, Türk dilindəki Ö, Ü və I kimi hərflər fars əlifbasında yoxdur. Bu hərflər Türk dilinin səs sistemində xüsusi rol oynayır və fərqli fonetik səsləri ifadə edir. Bu da Türk dilini fars dilindən fərqləndirən əsas cəhətlərdən biridir. Yaxşı, bir sualım daha olacaq. İngiliscədə qız nə deməkdir? İngiliscədə qız sözünün birbaşa tərcüməsi girl deməkdir. Q. Yəni q ilə deyilir o. Bəli, düzdür. Qız İngiliscədə girl deməkdir. Yəni demək ki, türkcədə də eynidir, q'dır, ingiliscədə də eynidir. Bəli, Belə düşünək. Məsələn, İrandan etnik olaraq fars olan ailələr gəlir qərb dünyasına, yəni batıya, Avropaya, Amerikaya, nə bilim Kanadaya. Əgər bunların uşaqlarını aparsalar mədrəsəyə və bunlara desələr ki, the girl və bunlar deyə bilməsə, çünki fars dilində q yoxdur. Q deyə bilmirlər. Və əgər zorla onların uşaqlarını məcbur eləsələr ki, bu uşaqlar q öyrənsin. Məsələn, barmaqlarını soxalar uşağın ağzına, nə bilim, dərs qoyalar ki, bunlar daha gözəl danışma dərsi filan. Yəni bununla ilgili sən nə düşünürsən? uşaqlara zorla təbii dillərində olmayan səsləri öyrətmək onlara psixoloji travma yarada bilər. Hər dilin özünə məxsus səs sistemi var və uşaqlar bu səslərə uyğun danışmağa alışırlar. Fars dilində q səsi olmadığından belə bir məcburiyyət uşağın öz dil kimliyinə və özünə inamına zərər verə bilər. Bu həm də dil müxtəlifliyinə və fərqliliyinə hörmətsizlikdir. Uşaqları öz təbii dillərində rahat buraxmaq, onların fərqliliklərini qəbul etmək daha sağlam bir yanaşmadır. Psixoloji, yəni burada rəvan, yəni bunu demək istəyirsən ki, rəvani olaraq uşaqlara təsir eləyə bilər. Məsələn, deyək ki, fars uşağı gəlsə və qırl deyə bilməsə, çünki q deyə bilmirlər və məsələn biri barmağını soxur onun ağzına, nə bilim, bunlara dərs qoyarlar, demək ki, rəvani olaraq bunlara pis təsir qoya bilər. Bəli, tamamilə doğrudur. Belə bir məcburiyyət uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Uşaqların özlərini yetərsiz hiss etmələrinə, öz güvənlərinin zədələnməsinə və travma yaşamalarına səbəb ola bilər. Özgüvən, yəni etimadı bir nəfs. Bəli, yəni özünə inam zədələnə bilər. Bununla yanaşı, uşağın məktəbdə və ya sosial mühitdə adaptasiya problemləri yaşaması, hətta dil öyrənməyə qarşı qorxu və stresin yaranması kimi nəticələr də ortaya çıxar. Qorxu və stres də onda yarada bilir və bu uşaq artıq cəmiyyəyə adaptə ola bilmir, ictimada, yəni topluma adaptə ola bilmir və bir çox çətinliklər yaşayır ki, bütün ömür boyu o uşaqla qalır. Bu dediyim şey tabii ki, Batı dünyasında ola bilməz. Əgər olsa, insan hüquqlarına zid bir məsələdir və bu dövlətləri uluslararası məhkəmələrə, yəni beynəlmiləl dadgahlara vermək olar, əgər beləncə bir şey deyək ki, Kanadada baş versə. Bəli, tamamilə doğrudur. Belə bir məcburiyyət insan hüquqlarının pozulması sayılır və qərb ölkələrində belə hallara qarşı ciddi hüquqi mexanizmlər mövcuddur. Əgər belə bir hadisə baş versə, bu insan hüquqlarının pozulması kimi qiymətləndirilə və beynəlxalq məhkəmələrdə iş qaldırmaq mümkün olar. Bir ölkə var, adı İran. Bu ölkədə fars olmayan uşaqları özəlliklə məxsusən türkləri aparırlar. Bunların barmaqlarını soxurlar uşağın boğazına ki, bu q, məsələn, fars ləhcəsi ilə desin. Nə bilim, ç, fars ləhcəsi ilə desin. Bakın qırmızı. Qırmızı. Dəhəni bağış kal. Qırmızı. Aferin bir de. Bu çox ciddi bir insan haqları pozuntusudur və mədəni assimilyasiya siyasətinin bir nümunəsidir. Belə təzyiqlər uşaqların yalnız dil kimliyinə deyil, bütövlüklə şəxsiyyətlərinə və psixoloji sağlamlıqlarına zərər verir. Uşaqların şəxsiyyəti və rəvanını mənfi təsir edir.
زبون تو بگیر با من اگه خواستی جلو تو بگیر بگو چلو کردم. نه این چلو نبود دیگه چلو از این همه ساکت بگو چلو کردم. باری کرده دو پسر قشنگه زبون تو میگیرم بگی بگو آها İranda uşaqlara qoyulan dərslərin, məsələn, barmaqlarını soxurlar uşaqların ağzına və ya onları psixoloji, rəvani təcavüz eləyirlər. Rəvani təcavüzə məruz qoyurlar. Məsələn, q türk ləhcəsi ilə deyil, fars ləhcəsi ilə desin və ya c türk ləhcəsi ilə deyil, fars ləhcəsi ilə desin və bunun da adını qoyurlar fənn bəyan, yəni yaxşı danışa bilmək. Ki əslində mənim bir önərim olacaqdı. Yəni bir pişnahadım vardı. Bu dərslərin adını dəyişdirsinlər və bunun adını qoysunlar məsələ fənn nicatpərəsti, fənn faşizm. Bunlar daha uyğundur. Yəni deyirlər fənn bəyan yerinə. Fənn bəyan nə demək? Yəni bunu deyirlər ki, bu bilimsel, elmi bir şeydir. Sən necə düşünürsən? Tamamilə anlaşılandı. Belə bir praktikanın fen adı altında sunulması gerçek mahiyetini ört-bastır etmektir. Bu əslində assimilyasiya və məcburi eyniləşdirmə siyasətidir. Onu fənni bəyan yerinə gerçek adlarıyla, yəni mədəni assimilyasiya və ya ideoloji zorakılıq kimi adlandırmaq daha doğru olar. Bu cür siyasətlər fərqliliyi boğur və insan haqlarına ziddir. Buradan analara və atalara ki, izin verirlər uşaqları geçsin və biri barmağını soxsun onların ağzına. Bir ata, ana, yəni onun məsuliyyəti vardır, bir sorumluluğu vardır. Bunlara nə demək istərsən? Belə valideynlərə demək lazımdır ki, uşaqlarının psixoloji və mədəni sağlamlığı onların ən böyük məsuliyyətidir. Hər bir valideyn övladının kimliyini, dilini və mədəniyyətini qorumaq üçün səs qaldırmalıdır. Əgər valideynlər bu cür təzyiqlərə razı olurlarsa, bu uşaqların gələcəyini riskə atmaq deməkdir. Valideynlər övladlarının haqlarını qorumaq üçün daha çox məlumatlanmalı, haqlarını tələb etməli və lazım gəldikdə hüquqi yollarla mübarizə aparmalıdır. Hüquq ki, İranda, yəni nə bilim, hüquq hansı hüquqdan danışmaq olar İranda? Ancaq analara və atalara buradan demək istərdim ki, bu bir, yəni uşaqları aparıb zorla adını fənn bəyan qoyub, onlara uşaqlara fars ləhcəsini öyrətmək rəvani təcavüzdür. Uşaqlarınızı qoruyun, bu cür yerlərə qoymayın. Əgər biri də istəsə o işləri görə izin verməyin. Bu qədər. Jessica, sağ olasan. Yenə səninlə danışacağıq. Sözünə qüvvət. Tamamilə razıyam. Uşaqların haqlarını qorumaq və onlara belə travmalar yaşatmamaq çox vacibdir. Dəstəyin üçün çox sağ ol Atilla. Hər zaman buradayam. Nə vaxt istəsən danışarıq.